gözəldir. Deyəsən oxuyub oynayacaqlar. Oxuyub oynamaqla deyil, gərək lazımlı bir iş görəsən. 4 sinifdən özümüzə və müəllimimizə bir xatirə saxlamalıyıq. Hədiyə. Səlim! Səlim! Sən burada nə edirsən? Bütün sinif səni axtar, sən isə gəzirsən. Deməli gəzirim, hə? Bax gör məndə nə var? Hədiyə. Baxın, kitablar, 3 cilt səbri, 1-ci cilt 1-ci sinifin səbri, 2-ci cilt 2-ci sinifin səbri, 3-cü cilt isə 3-cü sinifin səbri. Bu nədir? Bu Gülnara müəllimə üçün hədiyyə. Bizdən sonra axı yeni siniflər bu yolu keçəcək. Elə bilirsən müəllim olmaq asandır. Hələ 4 il müəllimə dözməlidir. Vay, xüsusilə məni. Yazıq müəllimə mənə 4 il necə dözür? Demə, sən yaman dözərsən. Ümid edək ki, səndən bir daha olmayacaq. Neyniyim, beləyəndə yəqin 5-ci sinifdə biraz düzələrəm. Bir gün gəlib Gülnara müəllimə də sevindirərəm. Bəli. Bir dəqiqə. Sən dedin 4 il dözməlidir, hə? Biz 4 oxuduq, hə? Başa düşmədim. Axı burada 3 kitab var. 4-cü sinifin səbri hanı? Axı buradaydı. Əgər 4-cü sinifin cildi olmasa, biz 5-ci sinifə keçə bilməyəcəyik. Axı oxuyub ibtidai sinifi bitirə bilməyəcəyik. Ay aman, gəlir ki o kitabı tapım. Yoxsa fəlakət olacaq. Hamı bizi gözləyir. Mən Gülnara müəllimə nə deyəcəm? Mən uşaqların üzünə necə baxacağam? Vay! Sakit ol. Əsəbləşmə, gedək kitabları keçək. Yəqin onlara qarşı. Gedək. Uşaqlar 4-cü cildi bitiriblər. O nə deməkdir? Nə? Tez ol, başa sal, ürəyim partladı. Səndə ürək var. Bir dayanın, qulaq asın. Mən qorxuram. Nədən? Kitab sevən uşaqlar. Niyə? Onlar hər şeyi bilir axı. Bəlkə o Nə? Əş kimdir? Bəli. Əjdahadır. Əjdaha nədir? Unutmu sakinin birinci əsrdir. Əjdahalar çoxdan Belə də ölür. baxında kitab aləmindədir, hər şey olar. Dayanın, siz demən saxın olası. Siz, xəzinə. Xəzinə, nə etməliyik? Kimi tutmalıyıq? Onlar 4-cü cildi bitiriblər. Deyirəm ha. Sonra? Biz axtarmalıyıq. İşimiz var indi. Biz niyə? Bəs ki, Özləri. Sən nə tür ağıllısan? Getdiyə. Bir dayanın. Biz onlara mane olmalıyıq. Onlar o cildi tapmasalar qalacaqlar ibtidai sinifdə. yazıq müəllim. Ömür boyu onlara dərs deyəcək. Mən qorxuram. Həyatda sən kimi qorxan insan görməmişik. Başa düşmürəm, sən belə qorxa necə qoldurmuşsan? Həyat möcüzələrdən ibarətdir. Filosof, professor, doktor. O
nədir? Kitab oxumaq lazımdır. Nə? Mən nə dedim? İndi mən sənə göstərərəm. Bəsdirin. Bizi var-dövlət gözləyir. Sizdə kimsə gəlir. Burada ne kadar eşya var? İndi biz kitabı harda axtaraq? Bax, orada sandığı var. Gedək onu axtaraq. Bu nədir? Bu perqament. O nədir? Heyvan dərilerinden hazırlanmış yazı yazmaq üçün materialdır. Materialın adı ilk defa Yunanistan Pergam şehrine götürülmüş. Pergamentdən isə 3000 əvvəl Misirdə və digər ölkələrdə yazı yazmaq üçün papirusdan istifadə edirdilər.
you and I. Just you and I. Və Çində ilk kağız yarandı. Və nəhayət kitablar yazılmağa başlandı. Aha! Başay bəy, hüzurumda bu. Yoxdur vicdanında qanun qorxusu. Şair, hökümdarın hüzurundasan. Bunu siz belə düşünürəm mən. Bəs başa əymədiniz? Əymədim, bəli. Əyilməz vicdanın böyük heykəli. Qılınclar toqquşub iş görən zaman neylər dediyimiz o quru vicdan. Vicdan deyirlər bir həqiqətdir. Beşiyi, məzarı əbədiyyətdir. Bəs zindan necədir? Qaranlıq zindan. Soyuq məzara da zinətdir insan. Yenə göylərdədir şair xəyalın. Əzəldən hududu yoxdur kamalın. Aha! Sınaydım idrakınızı. Doğrudan bir şair görürəm sizi. Xoşbəxt xalq eyləmiş sizi yaradan. Dünyada qalacaq yalnız yaradan. Çox gözəl, çox gözəl. İnanım ki mən sizin ruhunuzu sevdim ürəkdən. Göylərə baş düşən bu şanlı saray, göylərin pusatı olduz o. Sizə tapşırılsın bugündən gərək. Amma bir şərtim var. Buyurun görək. Gərək fars dilində yazsın sənətkar. Farsın xəyamı var, firdosisi var. Nə çox duranlarda böyük sənətkar. Azəri yurdunun oxuyan mən də az-az uydururam yeri gələndə. Yaxşı gəl, əl götür bu inadından. Bu qədər naşükür olmasın insan. Adəmə bilməmiş dünyanın varı, bir məslək eşqi ilə yaşayanları. Mən ellər bağında azad bir quşam, mənsəbə, şöhrətə satılmamışam. Yaxşı da, sarıqlı kiçik bir ölkə, böyük bir dostlar yarattı bəlkə. Dayan, bu bağçanın hər bir budağı, neçə çiçək, neçə güllər bitirmiş. Sizin güldüyünüz çoban torpağı, nizamilər, füzulilər yetirmiş. Güneş örtsene qara
var, yenə də Güneş adlı bir qüdrəti var. Mən bilirəm bu əsərin müəllifi kimdir. Azərbaycanın dahi sənətkarı Səməd Vurğun. Mən Səməd Vurğun, Azərbaycan şairi, dramaturqu, tərcüməçisi, ədəbiyyatşünas, tənqidçisiyəm. Öz xalqımı, öz vətənimi, əsrarəngiz təbiətimi sevdiyim üçün özümə Vurğun təxəllüsünü götürmüşəm. Çox keçmişəm bu dağlardan, durna gözlü bulaqlardan, eşitmişəm uzaqlardan, sakit axan arazları, sınamışam dostu, yarı. 30-dan çox poema, minlərlə şeir yazmışam. Azərbaycan şeirim Azərbaycan ədəbiyyatının incilərindəndir. Çox keçmişəm bu dağlardan, durna gözlü bulaqlardan, eşitmişəm uzaqlardan, sakit axan arazları, sınamışam dostu yarı. El bilir ki sən mənimsən, yurdum, yuvam, məskənimsən, anam, doğma vətənimsən. Ayrılar mı könül candan, Azərbaycan, Azərbaycan. Mən bir uşaq, sən bir ana, odur ki bağlıyam sana. Hangi səmtə, hangi yana, hey uçsam da yuvam sənsən. Karış torpağımız. Her birinin öz yeri var, benim elim dolmadı ya. Güzelliğine o bir bahar, geleceğe ışık saçar. Kurban olum Azerbaycan, bu müqəddəs torpağına. Bakı bir evladına, koy sevinsin her bir ana. Kurban olum Azerbaycan, bu müqəddəs torpağına. Bakı bir evladına, koy sevinsin her bir ana. Sesi var, hürmeti var, ülkelerin arasında. Böyle güzel, böyle zengin, var dünyanın harasında. Vətənimin məğrur güclü, özürəyi ilhamı var. Hoş günlərə gedən yolda, bir əbədi bayramı var. Her birinin öz yeri var, benim elim dolmadı ya. Güzelliğine o bir bahar, geleceğe ışık saçar. Kurban olum Azerbaycan, bu müqəddəs torpağına. Bakı bir evladına, koy sevinsin her bir ana. Kurban olum Azerbaycan, bu müqəddəs torpağına. Bakı bir evladına, koy sevinsin her bir ana.
gözəlləri. Aşıq deyər sərin, son günəşin bucaqsan, şeir sənət ocaqsan. Ölməz könül, ölməz əsər, Nizamilər, Fuzulilər, əlin qələm, şinən dəftər, de gəlsinlər nəyim vardır, deyilən söz yadigardır. Gözəl vətən, o günkü sən, al bayraqlı bir səhərdən ilham aldın, yarandım mən, gülür torpaq, gülür insan, qoca şərqin qapısısan. Memleketim güneş gibi daim yanar. Odlar yurdu mehabbetim, koyacaksın zirvelere o yenilmez bayrak. Dünyada zəhmətdən gözəl heç nə ola bilməz. İnsan gərək həmişə özü öz rüzgahını qazansın. Yoxsa qonşu da, dost da bir dəfə çörək verər. Əlbəttə, dostluq da yaxşıdır. Dost gərək dostuna kömək etsin. Amma hər bir insan özü öz zəhmətini çəkib öz çörəyini qazansın. Ay qoca, nə edirsən? Bu qoca vaxtında tək kərpiç kəsməkdə yorulmadın. Axı sən qocalıb əldən düşmüsən. Yəqin ki, sən kimə sağlatsa, sənə bir çörək pulu verər. Elə deyil dostlar. Bu qədər zəhmət sənin nəyinə lazımdır? Bax, artıq gün ortadır. Bu gün hava çox istidir. Sən gedib və əyləş, dincəl, sabah kiməsə əl atsa, sənə bir çörək pulu verər. Qoca, al bu pulu. Dostum düz deyil. Yaxşısı budur ki, evə get, lap əldən düşmüsən. Axı sən cavan deyilsən ki, bu qədər əlləşəsən. Al bax, mən sənə bir qədər pul verirəm. Özünə çörək alarsan. Qoca, sən nə yaman tərs adamsan. Sənə bayaqdan söz deyirik, amma sən o belə əlindən yerə atmaq istəmirsən. Niyə belə tərs gedirsən? Yaxşı dostlar, siz deyirsiniz, qoy mən də sizi suallarınızı cavablandırım. Baxın bu əllərim ovuzlarıma, baxın. Əllərimdə, ovuzlarımda qabar-qabardır. Mən bu əlləri zəhmətlə, əməklə qabartmışam. Bu yaşa qədər öz pulumu kərpiç kəsməklə qazanmışam və heç kəsə də əl atmamışam. O ki qaldı sizin mənə pul verməyinizə. O pul bir gün yetər, 2 gün yetər, sonra isə siz lap uzaqda olacaqsınız. Ona görə hər bir insan özü öz zəhmətini çəkib öz çörəyini qazansın və heç kəsə də möhtac olmasın. Ay qoca, sən bu təkcəli nə qədər bu kərpiç kəsib qutaracaqsan? Əlbəttə dostlar, siz danışmaq qədər mənə kömək etsəydiniz, indi lap yaxşı olardı. Gəl dostum, gəl qocaya kömək edək. Mən səndən razıyam. Əgər biz ona kömək etsək, axşama qədər işini tez qutarar. Kimdir? Dahi Nizami Gəncəvi. Əsərin adı da Kərpiç kəsən kişinin dastanıdır. Sən çalış, yaxşıca öyrən dünyanı, bəşəri, bitkini, daşı, heyvanı, qalacaq əbədi, nəşr dünyada, öyrən günlərini vermədən bada. Kim ki öz-özünü düşmüşdür başa, ona ölüm yoxdur, o ölməz haşa. Nəqşini bilməyən fanidir fani, baqisə bu nəqşi bilən insana. Tanısan özünü, köçsən cahana, yenə bu dünyada yaşayacaqsan. Afərin sənə. Bəli, mən Nizami Gəncəvi, şair. Bir imarət yaratdım. O imarətin 5 mərtəbəsi var. Birinci mərtəbəsində bir xəzinə gizlətdim.
İstəyirəm ki, hamı azad olsun. Mənim kimi heç kim, heç kəsin qulu, köləsi olmasın. Sirlər xəzinəsi. İkinci mərtəbənin daşı məhəbbətdən, suvağı eşqdən qurulur. Çünki eşq, məhəbbət, sevgi insana qol qanad verir. Axı insan doğulanda çox güclü olur. Məhəbbət onun gücünü daha da artırır. Necə ki, Xosrov və Şirin. Xosrov və Şirin insanları mərdliyə, qəhrəmanlığa səsləyir. Leyli və Məcnun bu imarətin 3-cü mərtəbəsidir. Bu elə bir əsərdir ki, bütün sevən ürəklər ona vurğun olur. Bu elə bir əsərdir ki, bütün insanların yoluna işıq salır. 4-cü mərtəbədə isə 7 gözəl yaşayır. Çoxları elə bilir ki, var, dövlət varsa o xoşbəxtlikdir. Amma əsl xoşbəxtlik insanın kamilliyi, mənəvi zənginliyidir. Əsl insan təkcə öz xoşbəxtliyini yox, hamını, xalqını düşünməlidir. 5-ci mərtəbənin işarəsi İskəndərnamədir. Xəmsə topluma daxil olan 5-ci və sonuncu poema. Azərbaycan poeziyasının klassiki, orta əsrlər şərqinin ən böyük şairlərindən biri. Azərbaycan epik ədəbiyyatın ən romantik şairi, epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkarıdır. Yedi gözəl. Güneş çadırasının qapısı gərək. Eşidə biləcək hər bir göflərdən. Daha xoş hekayə deyim sənə mən. Kimsə şahım qədər qoyucu almasın, səni sevməyənlər ölsün qalmasın. Ey hökmünə göylər ulalar, saadət ulduzu qeydinə qalar. Öpüb kandarını olmuşdur əziz, mən və mənim kimi min gözəl kəniz. Oradakı bal axar, tutar dörd yanı,
xoş düşməz. Açılsın sirkə dükanı. Şahım 5 növbəti söylədi gəlin. 4 balşı üstə ayıl səslənsin. Bu dünya duyduqca canın sağ olsun. Başlar kandırında bir torpaq olsun. Könlündən nə qədər keçsə arzun kam, uğurlu talehi yetirsin müdam. Eşqdən başqa söz könlümə yatmır. Ömrümün quşuna sevgi qanaddır. Eşqdir mehrabın, uca göylərin. Eşqsiz ey dünya, nədir dəyərin? Eşqin qulu ol ki, doğru yol budur. Ariflər yanında bir eşq uludur. Eşqsiz bu dünya soyuq məzardır. Ancaq eşqlə dünya rahatlıq vardır. Ey terazin Rumin Çinin padşahı, sultanlar ümidi, şahlar pənahı, hakimlər izzəti, ağasan ağa, çoxları can atar qulun olmağa. Hər kim eləyərsə başqa bir həyal, görər öz başını yerlərdə dərhal. Ey dünyanın istinadgahı, kainatın canı, şahların şahı. Ömrün uzun olsun, şiş dağlar gedər, göy dənizlər gedər, torpaqlar gedər. Olsun həyatına səadətin yar, ondan hər zaman bəhrələr apar. Sən bu dünyanı işıqlandırırsan, şahlıq bəxş eləyən ürək açansan. Ey şah edən bizi dünyada, bütün canlar sənə qoy olsun fəda. Sarayın dövrətə uğurlu baxdır, aslanın ölkəyə tacra taxtdır. Başın bəzəkdir tacın hər zaman, taxt ucalı qalır sənin qapından. Zatim məmləkəti əbədi tacdır, sənin dərgahına dünya möhtacdır. Ayıp, çalış ki kirpiyin olsun almazlar. Ayıp ol, ölkənin keşiyini çək. Çalış ki xalqının işinə yara. Geyinsin əməlindən dünya zərxara. Saadət kamanla yetişdir başa. Xalqına hörmət elə, ədəblə yaşa. Salam Məncə xanım, xoş gördük ədəbiyyatımızın ər görkəmli qadın nümayəndəsi. Sənin şeirlərin bütün insanları valeh edir. Salam şeyx, səni görməyə şad oldum. Mənicə, bu mənim əsl adımdır. Bu tərcüsü mənə Sultan Səncər verir. Məqsədə anlısa tərcüməsi sən abdan böyüksən deməkdir. Təşəkkür edirəm dediyin gözəl sözlərə görə. Bəli, mən dünyanın çox yerlərində olmuşam. Rum, Mərv, Bərq, Nişabur, Xorasan, Hərat, İraq, Tüzən, Aranla gəzmişəm. Ancaq doğma vətəndən başqa, doğma Gəncəndən başqa gözəl yer tanımıram. Şeir və musiqi insanları hər zaman valeh edir. Şaq günlərində də, gəmli günlərində də. Bu dünya bir qızıl küzəyə bənzər. Suyu gah şirin, gah fəki zəhər. Çox da öyünməki uzun ömrün. Əcəl köhləndə hazırdır yəhər. Gül dedi bir sər qamətli əcəl. Olsa gözə baxıb bir cənnət edər. Mehtənə vurdu ki qonşu tikəndi. Qonşular çirkinlə daim gözəllər. Dünyada nə qədər kitab var belə, çalışıb, əlləşib, gətirdim mənə. Oxudum, sonra da vardım, hər gizli xəzinədən bir dür çıxartdım.
gəlsin. Nə deyirəm ay bala, diş mən minirəm. Yaxşı baba, əlbəttə ki sən min, mən piyada gedərəm. Bunlara bir baxın, o boyda eşeğe minib, yazıq uşaq sən piyada gedir. Ayıb olsun sənə. Ağsaqqal adamsan, ancaq uşağı incidirsən. Ay Allah, bu insanların işi gücü yoxdur deyən, ancaq yoldan keçənlərdən söz atmaqdan başqa. Nə deyirəm ay bala, gəl sən də min, yolumuz uzundur. Yaxşı baba. İki adam binib eşeğin üstüne, yazıq eşek nefes alabilmir. Yazıq hayvan yazıq, utanmazlar. Ay millet, ona bakın, yazıq eşeğin ayakları titreyir. Necə düşəncə verirlər eşeğe? Heç utanmır. Bəs neynəyim? Necə eləyinəm? Hələ soruşursan, düşün eşeğin üstüne, yazıq eşek biraz dincəlsin. Siz də piyada gidin. Eşeğe minirsən var, düşürsən var. Bilsəydim bu qədər söz söhbət azıcıq. Çoxdan bu eşeği satardım. Bunlara bakın. Günün altında asılı eşeğin üstüne minmirlər. Bizim eşeğimiz olsaydı hiç piyada gezmezdik. Eşeği olan yerden niye piyada gidirsiniz? Eşeğe minirsən var. Sağda mələk savab yazır. Solda mələk günah yazır. Sağdaki boş bekar durub, soldaki bir kitab yazır. Gedək bala. Vahid, hardasan? Gəl bu məktubu poçta apar. Ayxan, siz Vahidi kəndə göndərmisiniz. Təmiz yadımdan çıxıb. Bax gör kimdir? Xan, qapıda İtqafan kəndindən gələn Novruzəlidir. Həmişəki kimi bizə bal, yağ, un gətirir. Denən gəlsin. Sağ ol xan, başladım. Qurban olsun sənə mənim yetimlərim, nə tərsən? Ay kişi, Novruzəli, bu nə zəhmətli çəkmisən? Nə sözdür, xan, mən ölənə kimi sənə quram. Novruzəli, poçxananı tanıyırsan. Ay xan, mən keçən adam, mən hardan bilim poçxana nədir? Çox əcəb, nəçənin divanxanasını ki tanıyırsan? Bəli xan, tanıyıram. Elə keçən həftə neçənin yanından şikayətə gəlmişim. Xan, and olsun sənin başına, bu iki kətdə çox incidir. O kətdamız özgə sayfadandır, bizi görməyə gözü yoxdur. Dayan, hələ bu sözləri sonra deyərsən. Qulaq as gör nə deyirəm. Nəçəniz divanxanasının qarşısında bir yekə damdaş var. Qapısının ağzında isə bir qutu var. Haman qutu poç qutusudur. O qutunun bir böyük, bir uzun qapağı var. Bu saat bu kağızı al, qapağı aç, kağızı sal, qapağı yatır, tez qayıt gəl. Novruzəli, bilməzsən başqasına verərsən, ha? Heç kəsə vermə, heç kəsə göstərmə, tez qayıt gəl. Niyə? Mən şərt deyirəm ki, kağızı özgəsinə verim. Mən o qədər xan bilmə. Heç neçənlik də kağızı mənim əlimdən ala bilməz. Aha, bu da qutu. İndi yazmayıb salın, yoxsa salmayım. Birdən xan könlündə deyər ki, Novruzəli çox xəyan adamdır. Məktubu atdı, getdi.
Yaxşı budur, gözləyim. La 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 la. La 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 la. Ay xanım, gözləyim, bu məktubların axırı nə olacaq? Heç də cavab vermədi. Deməli, mən məktubu atım, gedim. Utanmaz məktubları hara aparırsan? Ay sən kafir, qaytar məktubları yerinə. Başına dolanımın xan nədir sənin üçün yazıb? Xalq səndən ötürü məktubları bura salmayıbdı ki, Novruzəli hələ ölmədi, sən anasının kağızını aparasan. Belə işlər yaxşı deyil. Adam özgəsinin malına tamaq salmaz. Bırak kişi. Polis, polis. Mr. Fogg. Ben Lord Mayor. Siz 80 günü dünyada seyahat etmelisiniz. Ben bunu edeceğim. Ben düşünen ki siz bunu edip bilmeyeceksiniz. Gelmeyecek. Eğer siz gecikseniz siz bana 1000 funt vereceksiniz. Ben razıyam. Paspartu. Paspartu, benim dostum. Bir səyahətə çıxırıq. Səyahətə necə? Nə var? Elə indi. Necə yəni indi? Biz axı hazır deyilik. Hara? Biz 80 günlük dünya səyahətinə çıxmalıyıq. Necə? 80 gün? Dünyaya? Siz nə danışırsınız? Bu mümkün deyil. İnan mənə dostum Paspartu. Bu dünyada hər şey mümkündür. Bir də ki, bu devizi yadında saxla. Həyatda hər an sürprizlərə hazır olmaq lazımdır. Mən sürprizlərə həmişə hazıram. Sir, bugün bizə nə lazım olacaq? Yolun nə götürmüsünüz? Həmişə hər şey bilirsiniz əvvəldən. Qoy biraz düşünüm. Kamera, biz Xaliziyə getməliyik. Orada şəkillər çəkdirməliyik. Alma, vəssalam, getdik. Fix. Haradasan Fix? Buradayım Sir. Eşit beni. Sen Mr. Fogg'un arkasından gitmelisin. Ve onun planını alt üst etmelisin. Sen bunu bacarmazsan ben seni Afrika'ya sürgün edeceğim. Lazım deyil, Sir. Narahat olmayın. Mən əlimdən gələni edəcəm. Deməli Fogg gedir. Sizin planınız varmı, Mr. Fix? Mənim planım varmı? Mənim planım varmı? Əlbəttə, mənim həmişə planım var. Mən elə edəcəm ki, 80 gün yox, heç 365 gün sonra da səyahətdən qayıdamayacağım. Mənim aylardır planım var. Mən kitabları oğurlayıb elə edəcəm ki, amma elə biləcək ki, Phileas Fogg oğurlayıb və onu zindana atacaqlar. Təbrik edirəm sizi, Mr. Fix. Bu əsəri məşhur fransız yazıcı Jules Verne yazıb. Jules Verne dünya ədəbiyyatı tarixində elmi fantastik romanların banisi sayılır. Sirli Ada, 20 milyon sualtı ilə Kapitan Grant'ın uşaqları. 80 günlük dünya səyahətin romanı onun məşhur əsərlərdən biridir. Roman, London, İslahatlar klubunun üzvü Phileas Fogg'un 80 gün ərzində dünya ətrafındakı səyahətindən və bu səyahət boyunca başına gələn macəralardan bəhs edir. Yuheynes, haradasan benim vəfalı dostum? Buradayım, mən kralım, eşidirəm səni. Əziz dostum, hiss edirəm ki, sonum çatır. Ölümdən qorxmuram. Mən gözəl və mənalı həyat yaşamışam. Tək bir şey məni narahat edir. Oğlum hələ körpədir. Söz ver ki, mənim ölümümdən sonra onu göz bəbəyin kimi qoruyacaqsan. Əlbəttə, mənim kralım, narahat olma. Neçə illərdir ki, sənə qulluq edəcəm. Şahzadəyə qulluq edəcəm. Şəhzadənin 17 yaşı olan kimi onu sarayla tanış et. Bütün otaqları gəzdir.
Yalnız bir otaqdan başqa. Hansı otaq mənim kralı? 3-cü mərtəbədəki otağı. Orada qızıl kraliçanın şəkli var. Şəhzadə onu görən kimi ona vurulacaq. Sonra rahat həyat yaşaya bilməyəcək. Yadında saxla. Baş üstə mənim kralı. Bəli, bu necə də maraqlı əsərdir. Bunu Krim qardaşları yazıb. Vəfalı İonis. Görən indi nə olacaq? Şahzadə otağa girəcək. Bunu bilmək üçün kitabı özün oxuyarsan və hər şeyi bilərsən. Salam, mənim əsərim. Sizi görməyə şad oldum. Biz Grimm qardaşlarıyıq. Mən Vigenim. Mən Yakob. Qardaşımla bir yerdə uşaqlar üçün 256 nağıl yazmışam. Bremen musiqisiləri Çəkməli pişik, Qırmızı papaq. Hansel və Gretel, Canavar və 7 çəpiş, Yatmış gözəl, Abəniz və 7 cırtdan və daha nə qədər? Biz xalq nağıllarının toplanması üçün yeni üsul münasibət gətirdik. Biz nağılları xalq rəngarəngini qatdıq. Xalq məşhur reallığını, xalq yaradıcılığını qatdıq. Bizim nağıllar bütün dünya uşaqları sevə-sevə oxuyur. Bu nağıllar ən məşhur teatrlarda tamaşalar qoyulur. Aferin sizə Grimm qardaşlar. Grimm qardaşlar dediyi kimi kitabları sevmək lazımdır. Nağılları, poeziyanı, kitablar bizim həyatımızda önəmli rol oynayır. Kitab oxumaq insanların savadlanmasında böyük rol oynayır. Hər bir yeni kitabdan yeni və maraqlı nəsə öyrənirik. Kitab insan təvəkkürünün məhsuludur. Kitablar bizə yeni fikirləri irəli sürmək üçün ilham verir. Yazı bacarıqlarımızı inkişaf edir. Söz ehtiyatımızı artırır. Bizi daha ağıllı edir. Həyatı və insanları sevməyi öyrədir. Klassik müəlliflərin kitablarını oxuduqca siz öz əməllərinizi və ətrafda olanları daha dərindən dərk edirsiniz. Özünüzü daha güclü və təcrübəli hiss edirsiniz.
qüssə eləyirəm. Bizim ömrümüz onsuz da başdan ayağa qəm qüssə deyil. Hə, vallah doğru deyirsən. Ay xanımlar, nə olub? Qəm qüssə eləyirsiniz. Ah, telli necə etməyək? Nə olub ki, ay xanım? Bir başa salın. Heç bilirsən nə olub? Yox, bilmirəm. Bəlkə deyəsiz, ürək partladı. 4 il boyunca biz anal gedən müəllimdən ayrılırıq. Vay nə ay xanım? Çünki ibtidai sinfi bitiririk. Orta məktəbə keçmək vaxtıdır. Elə dedin ki, elə bil başqa məktəbə keçirik. Sən heç kədərlənmirsən ki? Niyə kədərlənmirəm? Kədərlənirəm, amma biz eyni məktəbdəyik. Hər gün sinifə dəyib müəllimi ziyarət edəcəyik. Peki bu 4-cü sinfi bitirək. Mənimlə də dincəlsin. Şşt, kimsə gəlir. Üç gündür qapı dolanıb gəzirəm. Amma bu boğçanı heç kimə hədiyyə edə bilmirəm. Aha, deyəsən qismətən də düşmüşəm. Deyib görüm xanımlar, nə istəyirsiniz? Mis, mərmər, ipək, bəlkə daha önəmli. Təbii daha önəmli. Aç görün xoşumuza gələn nə var? Bu saat. Nə gözəl boğçadır. Çox ürəyiniz olacaq. Bunlar kitablardır. Nəyə lazım? Niyə? Hamıya lazımdır belə maraqlı kitablar. Doğru buyurursan xanım. Kitab bilik mənbəyidir. Neçədir? Hər necə 10 manat. Aha, bu tür kitabların sərgidə 8 manat alarıq. Belə versən bütün sinif alarıq. Sizə qurban olsun. Burada bizə uyğun kitab yoxdur. Var, bax o kitabxanada var. Ay Gülçöhrə, bəlkə kitabxanaya gedək, oradan hər növ kitab alaq. Bizim çox vaxtımız yoxdur. Yox, gəl bunları alaq. Sinif bizi gözləyir. Alaq, kitabsız bayram olmaz. Amma 8 manata. Razıyam. Bizə də kitab saxlayın. Bəlkə bizim axtardığımız kitab oradadır. Bax bu kitabda sizə. Üzeyir Atbəyli. Bəli, bu Hüzeyir Hacıbəylinin son operetası. Əsəri Hüzeyir Hacıbəyli 1913-cü ildə Sankt-Peterburqda konservatoriyada qələmə almışdır. 2013-cü ildə UNESCO-nun baş konfransında 36-cı sessiyasında Arşın Balağına operetasının 100 illik yubileyin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilmişdir. Hüzeyir Hacıbəyli bəstəkar, dirijor, musiqisunas, pedaqoq və ictimai xadim və Azərbaycan müasir peşəkar sənətin banisi. Biz görən səbiri nə vaxt tapacaq? Sizin axtardığınız kitab məndədir. Səbir. Siz bilirsiniz səbir nə deməkdir? Biz 4 il səbir eləmişik. Siz 4 il səbr etdiniz, biz 30 il və nəhayət doğma torpaqlarımızı rəşadətli Azərbaycan ordusunun gücü ilə qaytardıq. Zəfəri qazanmaq qədər onu qorumaq da şərəfdir. Vəzifədir və borcdur. Bu borcu yalnız bir şəkildə ödəyə bilərik. Daha qüdrətli bir vətən üçün oxuyaraq, vicdanla, məsuliyyətlə çalışaraq.
Əziz qonaqlar, hörmətli valideynlərim, bugünkü tədbirdə bizimlə bir olduğunuza görə bura gələn qonaqların hər birinə öz təşəkkürümü bildirirəm. Çox sağ olun. Bugünkü tədbir bizim 4 ilə yığdığımız xəzinəmiz idi. Bu xəzinəmiz Azərbaycan ədəbiyyatının, dünya ədəbiyyatının klassiklərinin əsərləri. Bu uşaqlar həmin əsərlərdən, həmin incilərdən bəhrələniblər və bugün həyatlarında həmin əsərlərin bir parçasını bir damla da olsa sizə göstərməyə çalışdılar. İndi nə qədərsə buna nail oldular. Hər birini kiçik bir epizodla da bunu sizə göstərməyi bu uşaqlar bacardılar. Mən bu 4 illik bunların həyatında acılı, şirinli anlarımız olub. Ancaq mən onları bacarıqlı, özünə güvənən, istedadı olan, hər tərəfli mükəmməl bir şəxsiyyət, fərd kimi yetişdirməyə çalışmışam. Çalışdığım qədər də nə qədər buna nail olmuşam, onu gələcək göstərəcək. İnşallah bunlar 4-cü sinifi bitirirlər. İlk pillədən 2-ci əsas orta məktəb pilləsinə keçirlər. Bu yolda onlara uğurlar arzuluyuram. Yolları açıq olsun. Həyatda heç bir şeydə neyim, necə eləyim deməsinlər. Və bu uşaqlar da həqiqətən də ona qadir uşaqlardır. Və inşallah sinif rəhbərimiz də, gələcək sinif rəhbərimiz də oturub burada. Yəqin ki, o da bunların bu istedadını gördü və çox istədiyimiz kimi olacaq. Qarşıdan gələn 17-si onların ilk sınağıdır. Onlara uğurlar arzuluyuram. İnşallah ilk sınaqlarından da müvəffəqiyyətlə çıxarlar. İndi isə məktəbimizin dərs sistem müdürü Telli xanımı səhnəyə dəvət edirəm. Üzrü səbəblərdən Gülşən xanım müəyyən səbəblərdən gələ bilməkdir. Buyurun Telli xanım. Mən də hər kəsi salamlayıram. Sizə təşəkkür edirəm Gülnarə müəllimə. Uşaqlarınız möhtəşəm idilər. Yəni başqa cürdə ola bilməz düşünürəm. Sizə də əziz balalar. Siz baxın bu 4 ildə uşaqlıq illərini artıq geridə qoyursunuz. Bir dəqiqə deyəm. Yeni dövrə. O dövrdə sizə uşaqlar inadkarlıq, əzmkarlıq, çalışqanlıq və yeni bilikləri öyrənməkdə çox güc arzu edirəm. Sağ olun, möhtəşəmsiniz uşaqlar. Çox sağ olun, təşəkkür edirəm. Hörmətli valideynlər, bu işdə mənə valideynlər dəstək oldu. Bir də həmişə, hər zaman bu uşaqların yanında olan Respublikanın əməkdar artisti Səbinə Hacıyevanı səhnəyə dəvət edirəm. Böyük alqışlar ona düşsün, onun zəhməti böyükdür. Çox sağ olun, təşəkkür edirəm. Əziyyətini sağlamak.
Müzik